Hamınıza salam dostlar. Bu günləri çox qəmliyik. Niyə? Çünki 11-ci sinifdə oxuyan, bizim kimi bir oğlan uşağı olan öldürülüb. Hətta döyülərək öldürüb. Bunun bir haqqında də məlumat üstünə verəcəyik. binadan atılıb, yəni ciyərləri patlayıb, qaburğaları qırılıb. Bu haqqında sizə videoda dəqiq məlumatlar verəcəyik. Bugün videomuzun məlumatlarını tez keçirəcək. Buraya şəkil Bugün ilk dəfə də enerjik video olacaq, amma 5-ci gün gələcək. Burada da reklamını eləməyək, amma 5-ci gün yaxşı bir video gələcək inşallah. Bu video biz izləmək üçün atmırıq, yəni məlumatlandırıcı videodur bu. 8 yaşlı Ergün İbrahimov amansızca Gəncədə qətlə yetirildi. 12 may tarixində saat 11:00 radələrində Ergün İbrahimov amansızca döyülərək öldürüldü. Gözləri çıxarılmışdı, qabırğaları qırılmış, ciyərləri patlamışdı. Daha sonra hündür mərtəbəli binadan aşağı atılıb və üzərindən avtomobil keçib. Yəni dostlar, bu bir istədimiydi. Çox vəhşicəsinə bir hadisədir. Bu vəhşi cinayətdən artıq dəqiq deyə bilmərəm, amma artıq 9 gün keçmişdi. Lakin qatilə hələ də tapılmayıb. Yəni insanlar biri deyil də. 18 yaşlı Ergün İbrahimovun Gəncədə vəhşicəsinə döyülərək öldürülməsi hadisəsi geniş ictimai rezonans doğurub. Hadisə 12 may 2025-ci il axşam saatlarında baş verib. Ergün Azərbaycan Texnologiya Universitetinə məxsus hazırda istifadəsi olan yataqxananın həyətində ağır vəziyyətdə tapılıb. Və xəstəxanaya yetişdirsələr də 13 may səhər saatlarında vəfat edib. Müayinələr nəticəsində Ergünün qapalı, kəllə, beyin travması və bədənin müxtəlif nahiyələrinin küt travması aldığı müəyyən edilib. Ailəsinin verdiyi məlumata görə Ergün tanınmaz hala salınıb. Baş nahiyəsi tamamilə əzilib və gözünün bir yerində olmayıb. İbrahimov Gəncə şəhər Vəliyev adına 34 nömrə orta məktəbin rus bölməsinin 11-ci sinif şagirdi olub. Məktəb rəhbərliyi və müəllimləri onun nümunəvi şagird olduğunu bildiriblər. Bugünkü videomuzda Ergün İbrahimovla danışdıq. Dostlar, bugünkü videomuzda Ergün İbrahimov haqqında danışdıq. İnşallah sizə lazım olan məlumatları buradan almışsınızdır və nə üçün? Bilirəm, əlbəttə. Bunu yayın, tapsınlar. Bunu yayın, yəni ki, bu videonu başqaları ilə paylaşın. Bu haqda bir çox videolar çəkilib, amma biz də çəkib istədik ki, kanalımızda bu cür bir video olsun, yəni dəyərli bir video. Bu bizim üçün dediyimiz kimi bu video yəni qısa videodur, yəni bu video məlumatlandırıcı videodur. Yəni bu video tanınmaq kimi bir video deyil, yəni sizə məlumat vermək üçün çəkilmiş bir videodur. Yəni bu qısa bir məlumatlandırıcı video olmuşdur. İnşallah xoşunuza gəlmişdir və videoyu sona kimi izləmişsinizdir. Bunun üçün sizə təşəkkürlər və Allahdan Ergün İbrahimovu rəhmət diləyirik. Özünüzə yaxşı baxın.